Ümumiyyətlə implantın tutma dərəcəsi nədir? Yəqin ki, bu bizdə bir loru dildə yazıb. Bizdə bir şey var ki, yəni mən implant qoydurdum, bu tutacaqmı, bu mənə düşürmü? Yəni müvəffəqiyyət faizi də bilir. Burada ən önəmli insan faktorudur. İnsan bu faktor deyəcək, birinci növbədə həkim öz işini yüksək səviyyədə, əgər yəni iltihab qoyulacaq bölgə irinli iltihablı deyilsə, sümük, yetərincə sümük həcmi varsa, sümük ətrafında yetərincə yumuşaq toxuma həcmi varsa, həkim bu implantı çənə sümüyünə düzgün yerləşdirirsə, orada məqamlar var, onları mən danışsam uzun olar, düzgün yerləşdirirsə və bundan sonraki dövrdə xəstə bu implanta düzgün qulluq edirsə, əsas məsələlərdən biri odur. Bəli, onu indi mən daha geniş deyəcəm. Bu implantın ömrü 25 və plus, belə deyək, 25 üzəri götürülür. 25 il və üzəri götürülür. İldə bir dəfə müayinəyə gəlməlidir. Yəni gəldim, qoydum, dişim var, çıxdım, getdim, 50-də yoxdur. Yəni bu süni qoyulan bir icra edən əməliyyatdan sonra qoyulan süni bir, belə deyək, yad cisimli orqanizmə qoyulan, bunu daim müşahidə altında olmalıdır. Əslində bu bir il deyil, biz xəstələrimizə bir il deyirik, heç olmasa bir il. Bu normalda 6 aydır, amma son hesablama Amerika və Avropa bu implantoloji cəmiyyəti hesablanır. Bu artıq daha da endiriblər. 4 ayda, hər 4 ayda hər bir xəstə implant, ağızda implant daşıyan bir diş implantı daşıyan xəstədən gedir söhbət. Müraciət edilməlidir bunun müayinəsinə. Yəni müayinədə vizual müayinədir, yoxsa? Bəli, vizual müayinələr, rentgen yenə müayinəsi vardır. Bu panoramik rentgen deyirik, bəzən də 3DKT yenidən edilir, implant ətrafında sümüyün özünü implant qoyulduqdan sonraki müddəti necə aparmasını dəyərləndiririk, sümük toxumasının həcminin artmaq təbii ki olmayacaqdır. Azalması rast gəlir. 1-2 il ərzində bu nə qədər aqressiv azalma gedir və yaxud normal səviyyədə qalıbdır və bundan da əlavə diş implant ətrafının təmizlənməyi vacibdir. Bununla hər bir pasient gigiyenik vəziyyəti, gigiyenik statusunu qaldırmış olur və implantların daha uzun ömürlü xidmət etməsinə nail oluruq. Belə.